Sabahın xeyir. Yerini rahatla. Onurğa dik, boyun uzun. Diqqəti gətir nəfəsə. Qarından al və ver. Nəfəsi alanda qarın bir şar kimi şişir, dolur, böyüyür, genişlənir. Nəfəsi verəndə isə qarın yavaş-yavaş içəri doğru çəkilir. Bunu vizuallaşdır. Sanki gözlərin qapalı şəkildə qarnına baxırsan. Bacardığın qədər yavaş nəfəs al və ver. Zihin danışdıqca, fikirlər gəldikcə sadəcə burax. Tələsmə. Sənin işin zihinlə savaşmaq deyil. Bugün birlikdə zihni, bədəni və ruhu qarşıdakı günə hazırlayacağıq. Meditasiyanın ilk hissəsində indi deyəcəyim mantranı ard-arda təkrarlayacağıq. Mən bu zihin deyiləm. Mən bu bədən deyiləm. Ardımca təkrar elə, əvvəlcə səsli şəkildə. Mən bu zihin deyiləm. Mən bu bədən deyiləm. Mən bu zihin deyiləm. Mən bu bədən deyiləm. İndi yavaşca, sakitcə ürəyində təkrarlamağa davam et. Bəzən çox sürətlə, bəzən çox yavaş deyəcəksən. Bəlkə bəzən səsli şəkildə demə ehtiyacı duyacaqsan. Hər biri çox normaldır. İçindən necə gəlirsə, o formada davam et. Mən bu zihin deyiləm. Mən bu bədən deyiləm. Mantraları təkrarladıqca zihnin səsi daha da yüksələcək, fikirlərin daha da gürlaşdığını eşidəcəksən. Bil ki, hər biri çox normaldır. Bunlara rəğmən mantraları təkrarlamağa davam et. Niyə sualını vermə, məntiq yükləmə, məna axtarma. Zehinə düşünməyə, təhlil aparmağa imkan vermə. Sadəcə mantraları təkrar et. Nəticəyə köklənmədən, bir gözlənti qoymadan təkrar et. Mən bu zihin deyiləm. Mən bu bədən deyiləm. Bir neçə dəqiqə sakitcə buradayıq. Təkrarlamağa davam et.
Mən bu zehin deyiləm. Mən bu bədən deyiləm. Mən bu zehin deyiləm. Mən bu bədən deyiləm. Mantraları təkrarladıqca ağlından keçən fikirlərin səni hansı formada yayındırmağa çalışdığına diqqət et. Müşahidə apar, lakin müdaxilə etmə. Kənar bir göz kimi müşahidə apar. O fikirlərin səni, kimliyini müəyyən etməsinə icazə vermədən müşahidə et və təkrarla. Mən bu zehin deyiləm. Mən bu bədən deyiləm. Mən bu zehin deyiləm. Mən bu bədən deyiləm. Mən bu zehin deyiləm. Mən bu bədən deyiləm. Yavaş-yavaş mantraları dayandır. Bax gör, necə hiss edirsən? Hansı hisslər daha güclü və basqındır? Bəlkə taparsan, bəlkə yox, fərq etməz. Sən sadəcə cəhd et. İndi dərindən nəfəs al, qarnı doldur. Doldur, 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 doldur. Və ağızdan yavaş-yavaş burax. Burax, tam burax. Burax, 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 burax. Yenidən doldur qarnı. Doldur, bu dəfə daha geniş doldur. Və ağızdan burax. Yavaş-yavaş. Son dəfə doldur qarnı. Bir şar kimi şişirt qarnını. Hiss elə oranı. Doldur, doldur. Və ağızdan burax yavaş-yavaş. Burax, burax, burax. İndi növbəti mantraya keçirik. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Dodaqlarında yumşaq bir gülümsəmə
saxlayaraq bu mantranı dayanmadan təkrar et. Eyni qaydada. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu ana qədər olanlar, baş verənlər, olmayanlar üçün və qarşıdakı gün ərzində səni gözləyən, gəlməkdə olan hər bir şey üçün və hər kəs üçün indidən təşəkkür et. Öncədən təşəkkür et. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təkrarla. İstər səsli şəkildə, istərsə ürəyində, fərq etməz. Sən qərar ver. Və təşəkkür etdikcə əllərinin içində, ovucularında, tam gövdənin ortasında, qarın nahiyəndə isti bir enerjinin qalxdığını izlə, müşahidə et. Və icazə ver o enerji başının ortasından ayaqlarının altına qədər hər hüceyrənə yayılsın. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Davam et. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bugün nəyin sənə gəlməyini istəyirsən? O necə bir şeydir? Onu gözünün qarşısına gətirə bilərsən və orada saxlayaraq bütün diqqətini onun üstündə cəmləyərək elə indidən onun üçün təşəkkür et. Və bu təşəkkürü bütün ruhunda və bədənində hiss et. Tam ürək mərkəzini, ürək sahəni açaraq təşəkkür et. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm.
Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Diqqətin yayındıqca nəfəsindən dəstək al və geri gəl. Narahat olma. Önəmli deyil nə qədər tez diqqətin yayınır. Önəmli odur ki, diqqətini nə qədər tez geri gətirirsən. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu mantranı sadə, bəsit görünən, lakin çox güclü enerji dalğasına malik bu mantranı təkrarlayaraq beynini, DNT-ni yenidən kodla. O təşəkkür enerjisinə bürün, onunla bütünləş. Bax gör, təşəkkür etdikcə bədənində qalxan o enerji hansı rəngdədir? Necə bir rəngdir? Və o rəngdə olan o enerjini, o işığı tam ürək sahəndə hiss elə. Və icazə ver, o işıq ürək sahəndən bütün sisteminə yayılsın. Sonra səni də aşaraq içində olduğun otağı bürüsün və bütün ətrafına yayılsın. Təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Yavaş-yavaş mantranı dayandır. Yerində səssizcə və hərəkətsiz bir şəkildə oturmağa davam et. Bədəni bir gözdən keçir. Bax gör necə hiss edirsən. Meditasiyanın əvvəli ilə sonundakı ruh halın arasındakı fərq nədir? Bədəninin bəlkə hansısa nahiyələri daha da ağırlaşıb və ya əksinə daha da yüngülləşib. Onun fərqi nə var? Dərindən nəfəs al, qarnı doldur. Doldur, doldur, doldur. Ağızdan yavaş-yavaş burax. Burax, burax. Bir də doldur qarnı. Doldur, doldur. Ağciyərlərinin o təmiz hava ilə, təşəkkür havası ilə genişləndiyini hiss elə və ağızdan burax yavaş-yavaş. Burax, burax. Son dəfə doldur qarnı, ağciyərləri. Doldur və ağızdan yavaş-yavaş burax. Əllərini, ayaqlarını yüngülcə tərpət. İstəsən gözləri aça da bilərsən və ya burada bir neçə dəqiqə daha otur. Və icazə ver, o təşəkkür enerjisi yerləşsin. Bu meditasiyanı 21 gün etməyini tövsiyə görürəm. Əgər bu meditasiyanı bəyəndinsə, kanala abunə ola və dostlarınla paylaşa bilərsən. Hələlik.